Salam dostlar, necəsiniz? Ümid edirəm ki, yaxşısınız. Uşaqlar, biz hatırlayırsınızsa biz keçən səfər abur-cubur dənəmə videosu çəkmişdik. Onun ikinci bölümündə fərqli ananaslı meyvə şirəsi dənəmişdik. Hansı ki, içində belə meyvə dənəcikləri olan. Bugün də onun mangosunu dənəyəcəyik. Mən ilk başda belə bura baxanda elə bildim ki, bu armuddur. Yəni həqiqətən də armuda oxşuyurdu. Sonra bu şəklə baxdım, gördüm ki, mamadan da soruşdum, dedi ki, bu mangodur. Mamam Bakıya getmişdi və bizə fərqli belə deyim də abur-cuburlar almışdı. Hətta bir abur-cubur almışdı ki, marshmallow ağzı burnu falan var idi, jel idi həm də. Kaş onu çəkərdim. Prosto ki, yedim, sonra birdən yadıma düşdü ki, mən bunu niyə vloqa çəkmədim. Yəni isə birinci bölümdə ananasını dənəmişdik. İndi isə hazırsınızsa mangoya keçək. Həm də uşaqlar tökərkən sizə bir şey deyim. Mən part 1-i atanda istəmədim ki, siz çox gözləyəsiniz. Ona görə də tez elə part 2-ni çəkdim. Amma bunu harca bir gün ara ilə atacağım. Bir dəqiqə. Hə, uşaqlar, bu 268 qramlığıdır. İndi isə tökək. Həm də uşaqlar, dediyim kimi, həm də bir gün ara ilə atıram ki, sizi çox gözlətməyim. Meyvəsindən yetişmir bunun. Bura sıxışıb deyəsən. Hər nəsə, ilk öncə kameramanım Aysu dənəyəcək. Görək Aysu dadını bəyənəcəkmi? Uşaqlar, Aysu içir. Bir yandan dənəyir. Deyəsən çox bəyənir. Hər nəsə, Aysu içsin. 10 üzərindən neçə puan verirsən? 10 üzərindən 10. Həqiqətən çox gözəl oldular. Amma mən hələ dənəməmişəm. İndi isə sıra məndədir, mən dənəyəcəm. Hər nəsə uşaqlar, Aysu dənədi, 10 üzərindən 10 puan aldıq. İndi görək mən o qədər bəyənəcəm, bu mango oldu. Uşaqlar, mən ananasını həqiqətən də çox bəyənmişdim. Meyvələrindən də düşsün biraz. Meyvə niyə düşmür? Aysu'nunkündə meyvələr çox yaxşı düşmüşdü. Hər nəsə. İndi gördüyünüz kimi belə içinə meyvəsindən də düşdü. Mən də dənəyəcəm. Uşaqlar, kəsinliklə də hər ikisi də qəşəngdir. Mən bunun keçən il hardasa çiyələrisini dadmışdım, çox bəyənmişdim. Bu ildə mangosunu daddım və çox bəyəndim. Həqiqətən də 10 üzərindən 10. Əgər belə yenidən fərqli abur-cuburlar dənəməyimizi istəyirsinizsə, like edib abunə olmağı unutmayın. Həm də ki, uşaqlar, bu soklardan qalıb biraz. Onlarda